Salam dəyərli tələbələr, mən Ağayeva Günay tədris etdiyim və psixi sağlamlıq fənnidir. Bugünkü mövzumuz isə ekstremal hallarda psixi sağlamlıqdır. Gördüyünüz kimi planda 4 yarımbaşlıq var. Ekstremal hal anlayışı, antropogen və təbii mənşəli ekstremal hallar, 2 ekstremal hallarla üzləşən insanların psixi durumu və onların davranışı, 3 ekstremal hallarda psixi dayanıqlığa təsir göstərən neqativ hallar, 4 ekstremal hallarla üzləşən insanın psixoloji dayanıqlığının qorunmasına təsir edən əsas faktorlar. Əvvəlcə gəlin baxaq görək ekstremal hal anlayışı nədir? Bildiyimiz kimi ekstremal sözü özü ingilis sözü olub, fövqəladə, xüsusi deməkdir. Yəni ekstremal hal dedikdə insanın həyat fəaliyyəti üçün təhlükə doğuran, adi hallardan fərqlənən, gərginlik yaradan və gözlənilmədən baş verən bir durum nəzərdə tutulur. Ekstremal hallarla üzləşən insanların psixikası bildiyimiz kimi müəyyən bir təzyiqlə üz-üzə qalır və bu təzyiqin yaşanması təbii ki, fərdi bir xarakter daşıyır. Ekstremal halları yalnız psixi ehtiyatları kifayət qədər yüksək olan və bu ehtiyatları gərginliyə qarşı mübarizəyə səfərbər etməyi bacaran insanlar daha qənaətbəxş keçirə bilir. Lakin təəssüflər olsun ki, bu cür insanların sayı çox azdır. Yəni, əksəriyyət insanlar ekstremal hallarla üzləşən zaman öz davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Belələrinin səhhətində də müxtəlif səpkili problemlər yaşanır. Ekstremal hallarla üzləşən insanların davranışı orqanizmin fərdi xüsusiyyətlərindən, tərbiyədən, dünya görüşdən, baş verən hadisə haqqında məlumatlıq səviyyəsindən və təhlükəyə qarşı psixoloji immunitetdən və digər resurslardan asılıdır. Ekstremal hallar müxtəlif formalarda ola bilir. Məsələn, təbii, bura vulkan, zəlzələ, daşqınları qeyd edə bilərik. Antropogen, oğurluq, zorakılıq, qəsd hallarını qeyd edə bilərik. Biolojiya epidemiya, ekoloji atmosferin çirklənməsi, sosial isə demoqrafik təhlükə və s. aid etmək olar. Ekstremal hallar birdən-birə də baş verə bilir, yavaş-yavaş da. Ekstremal hal daha çox insan kütləsinə təsir göstərərsə, bu artıq fövqəladə hal kimi dəyərləndirilir. Ekstremal hallarla üzləşən insanlarda hansı əlamətlər müşahidə olunur? Nitqin tutulması, gözlərin bərəlməsi, təşviş, təngnəfəslik, şok, ürək döyüntüsünün sayının artması, əllərin əsməsi, əzələlərin spazması, qıcolma, boşalma və s. qeyd edə bilərik. Ekstremal hallarla üzləşmə zamanı demək olar ki, yaşanan gərginliklərin əksəriyyəti psixogen mənşəli olur. Məsələn, bura nevrozlar, psixozlar, psixi travmaları qeyd etmək olar. Zərərçəkmişlərə lazımi yardım göstərmək üçün problemin psixogen və ya fizioloji olmasını mütləq şəkildə dəqiqləşdirmək lazımdır. Digər ikinci sualımız ekstremal hallarla üzləşən insanların psixi durumu və davranışıdır. Ekstremal hallarla üzləşən insanların davranışını bir neçə fazalara ayırmaq mümkündür. İgidlik, balayı illüziyalardan qurtulma və bir də bərpa. İgidlik fazasında nə baş verir? Hadisədən dərhal sonra baş verir bu faza. Bu fazanı yaşayan insan öz yaxınlarına yardım edir. Baş vermiş hadisə haqqında düşünməkdənsə, baş vermiş fəsadı necə aradan qaldırmağa çalışır. Balayı fazasında nə baş verir? Zərərçəkmiş kömək gözləyir, heç bir iş görmür, özünün durumunda olanlarla dərdləşərək sanki təskinlik tapmış olur. İllüziyalardan qurtulma nədir? Problemin həllinin başqalarından asılı olması ilə bağlı sakitləşdirici təskinliklərdən uzaqlaşaraq insan diqqəti öz gücünə yönləndirmiş olur, yaşadığı problemdən qurtulmaq yolunu planlaşdırır və onun icrasına başlayır. Bu faza təxmini 6-12 ay çəkə bilir. Bərpa fazasında nə baş verir? İnsan yaşadığı problemdən qurtulmaq istiqamətində öz məsuliyyətini dərk edir və aktiv şəkildə dəymiş zərərdən xilas olmaq istiqamətində fəaliyyət göstərir. Ekstremal hallarla üzləşən insanların gərgin vəziyyətə düşmələrinin də bir sıra səbəbləri vardır. Birinci, təbii ki, hadisənin gözlənilmədən baş verməsidir. İkinci, ekstremal hadisənin xarakterinin və fəsadının proqnozunun qeyri-müəyyənliyi. 3. Gözlənilməz duruma qarşı psixoloji hazırlığın olmaması. 4. Gözlənilməz durumlarda davranış qaydaları haqqında insanların məlumatsızlığıdır. Ekstremal durumlarla qarşılaşan insanların vəziyyətinin daha da ağırlaşmasına
səbəb olan hallar da var. Doğma və yaxın adamını itirməsi, adəti yaşam tərzinin pozulması və yaxud da dağılması, bir də təhlükəsizliklə bağlı ümidlərin, zəmanətinin, inamının itirilməsidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, təbii və antropogen xarakterli fəlakətlər zamanı baş verən maddi itkilər, insan tələfatları yeni ekstremal şəraitlər dalğası yaratmış olur və bu zaman fəlakətdən xilas olmuş insan yaşayış yerinin dağılması və ya yaxın adamın itirilməsi ilə bağlı yeni ekstremal şəraitlə üzləşmiş olur. Bu cür vəziyyətlərdə psixi fəaliyyətin və davranışın təşkil olunmasına kömək edə biləcək psixoloji müdafiənin olmasına baxmayaraq, belə vəziyyət insanları rasional davranış nümayiş etdirmək və fəaliyyət göstərmək qabiliyyətindən uzun müddət məhrum etmiş olur. Və təbii ki, bu məhrum etmənin ağırlıq dərəcəsi də çox vaxt insanın hadisəni necə qəbul etməsi və onu necə qiymətləndirməsi ilə bağlı olur. Çünki bildiyimiz kimi hadisəyə münasibət stressin özəyini təşkil edir. Belə hallarda təhlükənin obyektlik dərəcəsi o qədər də vacib deyildir. Vacib olan bizim onu necə qiymətləndirməyimizdir. Təhlükəni yanlış qiymətləndirmə nəticədə bir sıra müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilir. Bu isə daha çox ekstremal şəraitlərin səbəb olduğu emosional yaşantıların xarakterindən, intensivlik dərəcəsindən, köməksizlik situasiyanın olmasından asılı olur. Görkəmli alim Şostorun belə hesab edirdi ki, emosiyalar bizim onun köməyi ilə digər insanlarla həyata keçirdiyimiz ünsiyyət vasitəsidir. Stres situasiyasında yeni həyat və fəaliyyət şəraitinə adaptasiya prosesində emosiyalar qəzəb, qorxu, inciklik formasında təzahür edir və bu zaman adaptasiya prosesi müqavimətlə qarşılaşır. Təbii ki, ekstremal şəraitdə məhz belə emosiyaların yaranması səbəbindən adaptasiya imkanları da məhdudlaşır. Bu isə təsadüfi deyildir. Burada ekstremal şərait bütün qüvvələrin səfərbərliyə alınmasını tələb etmiş olur və belə şəraitlərdən çıxış yolunun tapılması, belə şəraitlər zamanı çətinliklərin aradan qaldırılması yüksək fiziki və psixi gərginliklə müşahidə olunmuş olur. Təbii ki, bilirik ki, ekstremallıq xoşagəlməzlik və çətinliyin olması deməkdir. Bu isə onu müşahidə edən hiss və yaşantıların mənfi xarakterli olmasını müəyyən etmiş olur. Bildiyimiz kimi bu cür vəziyyətlərdə insan bəzən öz məni üzərində nəzarəti itirmiş olur, sanki ikiləşmə baş verir. Hələ öz dövründə Hegel qeyd edirdi ki, əgər şuur digərləri haqqında biliklərdirsə, mənlik şuuru insanın özü haqqında bilikləridir. Bu həm özünü, həm də başqalarını aşkarlayan bir növ mənəvi işıqdır. Müəlliflərdən digəri Karsakov olmuşdu ki, onun fikrinə əsasən mənlik şuuru mənim ruhumda nəyin baş verdiyinin durumudur. Bəzi müəlliflər, bunlardan Lebedevi qeyd edə bilərik ki, onun fikrincə mənlik şuuru, mən hissi insan şuurundakı bütün digər anlayışlar kimi abstraksiya və ümumiləşmə nəticəsində əmələ gəlmiş olur. Mən anlayışının təsəvvür edilməsi xüsusiyyəti isə ondan ibarətdir ki, onda ümumiləşmiş, abstraksiya olunmuş biliklər subyektin fərdi mövcudluğunun yaşantıları ilə bilavasitə qaynayıb qarışır. Ekstremal şəraitlərdə meydana çıxa biləcək müxtəlif xarakterli çətinliklərin, maddi dağıntıların, itkilərin aradan qaldırılması insanların əvvəlki normal həyat vərdinə qayıtması üçün müxtəlif peşə sahələrinin səriştəri mütəxəssislərindən ibarət olan mobil qruplar formalaşdırılır. Hansı ki, bu mobil qruplar həm ekstremal şəraitlərin meydana gəlməsindən əvvəl, həm ekstremal şəraitlər zamanı, həm də ekstremal şəraitlərin təsiri kəsildikdən sonraki dövrlərdə belə müvafiq tədbirlər həyata keçirməklə bağlı fəaliyyət göstərməlidirlər. Birinci halda mobil qruplarla ekstremal durumlarda necə davranmalı olduqları, psixi pozulmalara məruz qalmış insanlara hansı tibbi yardım göstərməli olduğu, hansı şəxsi keyfiyyətlərə malik olduğu və bu cür durumlarda qorxu hissinin necə qalib gəldiyinə dair profilaktik işi həyata keçirməlidirlər. Ekstremal şəraitlər baş verməzdən əvvəl əhalinin vaxtında belə şəraitlər haqqında məlumatlandırılması da vacib profilaktik tədbirlərdəndir. Digər bir tərəfdən bu istiqamətdə aparılmalı olan tədbirlərdən biri də öncədən müdafiə tədbirlərinin operativ və fəal sürətdə yerinə yetirilməsi ilə bağlıdır. Ekstremal şəraitlərin baş verdiyi dövrdə isə başqa xarakterli tədbirlərin həyata keçirilməsi də zəruridir. Bu tədbirlər bir tərəfdən xilas etmə işlərinin həyata keçirilməsinə yönəlməli, digər bir
tərəfdən isə psixogen pozulmalara məruz qalmış insanlara tibbi yardım göstərilməsinə, fəlakətin tibbi psixoloji aspektləri haqqında əhalinin məlumatlandırılmasıdır. Növbəti sualımız ekstremal hallarda psixoloji dayanıqlığa neqativ təsir edən hallardır. Hansı ki, ekstremal halların yaşadığı psixoloji problemlərin həlli psixoloji dayanıqlıq məqamına diqqəti yönləndirir. Belə bir sual yaranır ki, necə etmək lazımdır ki, insanların psixoloji dayanıqlığı yüksək səviyyədə olsun? Təbii ki, bu məqsədlə psixomaarifləndirməyə yer vermək və müxtəlif treninqlərdə iştirak etmək tövsiyə olunur. Ekstremal hallarla üzləşən insanın psixoloji dayanıqlığına neqativ təsir edən hallar hansılardır? Həyəcanlılığın artması, neqativ xarakter əlamətlərinin aksentuasiyası, emosional gərginliyin artması, həyatdan küsmə, özünə qapanma, pessimist fikirlərin artması. Psixoloji dayanıqlığa neqativ təsir edən halları bəs necə biz aradan qaldıra bilərik, bərpa edə bilərik? Hansı xüsusiyyətləri formalaşdırmalıyıq? Birinci, möhkəm iradəlilik, müqavimət göstərmə qabiliyyətinin olması, emosiyaların koqnitiv idarə edilməsinin yüksək olması, yəni bura özünü ələ ala bilmək qabiliyyətinin olması aid edilir. Öz gücünə inanmaq, lazımi məqamda ona uyğun olaraq qərar qəbul etmə, yeni duruma tez adaptasiya vərdişinə malik olma və bir də hadisələrin pozitiv gedişatına inamın olması. Təbii ki, bu cür durumlarda hər kəsdə psixoloji dayanıqlıq meyarının olması və ya bu keyfiyyəti lazımi şəkildə inkişaf etdirmək mümkün deyil. Çünki insanların psixoloji və fizioloji resursları müxtəlif olur. Bu səbəbdən də insanları belə durumlarda zəif və güclü olanlar qrupuna aid etmək lazımdır. Güclülər qarşılaşdığı durumlardan çıxmaq üçün mübarizə aparırlar, zəiflər isə durumun fəsadına təslim olurlar. Və belə bir şəraitdə də tövsiyə olunur ki, zəif insanlar psixoloji dayanıqlığı yüksək olan insanların ətrafına yığışsınlar və bu zaman şəxsiyyətlərarası yardımlaşma mexanizmi dərhal işə düşür və yaranmış isti münasibətlər sayəsində daha çox insanlar mövcud durumdan xilas ola bilirlər. Növbəti sualımız ekstremal hallarla üzləşən insanın psixoloji dayanıqlığının qorunmasına təsir edən faktorlardır. Burada biz bir neçə faktor qeyd edə bilərik. Sosial mühit faktoru, şəxsiyyət faktoru, düşüncə faktoru, emosionallıq faktoru, fəaliyyət və təcrübə faktoru. Əvvəlcə gəlin sosial mühit faktoruna baxaq. Bura aid edilir özünü qiymətləndirmə və özünü reallaşdırmaya ətrafdakı dəstəyin göstərilməsi, yeni şəraitə adaptasiyaya yardımın edilməsi, ətrafdakı insanlar tərəfindən empatiya və psixoloji həmrəyliyin nümayişi. Şəxsiyyət faktoruna hansı xüsusiyyətlər daxildir? Ekstremal halı düzgün təhlil etmə qabiliyyətinin olması, insani dəyərlərə malik olmaq, yəni bu nə deməkdir? Ətrafdakılara etibar etmək, dostluq edə bilmək, ünsiyyətdə açıq olmaq. Daha sonra gələcəyə optimist köklənmə bacarığının olması, baş vermiş hadisəyə qarşı səbirliyin, dözümlüyün nümayiş etdirilməsi, kollektivçilik hissinə sahib olma və bir də özgüvənin olması və digər yüksək şəxsi keyfiyyətləri qeyd edə bilərik. Düşüncə faktoruna nələr daxildir? Sağlam düşüncəyə sahib olmaq, İnamlı olmaq, yəni qarşıya qoyulmuş məqsədə nail olacağına inanmaq, ilahi dəstəyə inanmaq, reallığı anlamaq və onu düzgün qiymətləndirmək. Digər faktor emosionallıq faktoru, neqativ emosiyalardan uzaqlaşmaq, pozitiv emosiyalara köklənmək, hər uğurlu addımdan emosional zövq ala bilmək. Digəri fəaliyyət və təcrübə faktorudur ki, bura çətinliyin öhdəsindən gəlmək üçün aktiv olmaq, hər addımı həyati təcrübə kimi qəbul etmək, keçmiş həyati təcrübələrdən yerli yerində istifadə etmək. Ekstremal halların psixoloji fəsadlığını azaltmaq üçün insanların psixoloji dayanıqlığını yüksəldəcək maarifləndirici bukletlərə, verilişlərə geniş yer vermək lazımdır. Ekstremal hallarla üzləşən zamanı təhlükəsizliyin 3 əsas qızıl qaydası var ki, onlara da əməl etmək lazımdır. Təhlükəni görüb ondan dərhal uzaqlaşmaq, emosiyaları idarə etmək, yəni özünü ələ almaq və təhlükə fəsadının qarşısını almaq və ya azaltmaq üçün aktiv olmaq. Mövzumuz bu qədər. Diqqətiniz üçün təşəkkürlər.